Mənim əzizlərim, bunu məcbur çəkirəm bu videonu. Tolik, sağ ol. İllərdir çörək kəsirik və salam sağolumuz öz yerində. Lazım olanda sözümüzü bir-birimizə üzümüzə də deyirik. Nə mən sizdən qorxmuram, nə siz məndən qorxmursunuz. Əl xüsusda mən sizdən qorxmuram. Nə də sizin yanınızda başa aşağı heç bir şeyim yoxdur. Ola bilər səslər, kiməsə əsəblənmişəm, qəzəblənmişəm demişəm, onu da cavab deyim mənəm. Amma Şəbnəm özü mövzu gəlir verir. Bəli, Zaur, mövzu vermişəm, Tolik, mövzu vermişəm, sənətimlə, işimlə. İllərdir mən sizə deyirəm ki, ailə mövzusunu qoydu qırağa. Çox şükür ki, bunu qoydu qırağa. Qaldı, Vəfa xanımla barışığımız bir böyük bir şey yox, sülh olub, salam sağolumuz olub. Biz qalmışıq artıq kənarda, siz dayanmırsınız. Baxın, efirimizə reyting vermək üçün tək mən yox, bir çox müğənnilər var. Amma hər dəfə mənim adım çəkiləndə və dünən də yersiz yerə çəkildi. Ülviyəyə də dedim ki, bu yanlış bir şey idi. Aramızda olan bir şey, aramızda olan bir ciddi bir şey də olmamışdı. Yəni demişdim ki, bu yəni o qədər də belə səmimiyyətlə barışıq olmayıb. Səmimi barışıq deyil. Salam sağolumuz var. Bu qədər. Bunu hər kəs bilir. Bunu qarşı tərəf də bilir. Nəysə, demək istədiyim odur ki, Tolik, Zaur, mən sizə hər zaman hörmət eləmişəm, yetəri qədər hörmətinizi gətirmişəm. Mənim sizdən qorxub çəkinəcək bir şeyim yoxdur, bir yönüm yoxdur yəni. Başa düşmədim. Mən sizin efirinizə gələndə də həmin adamam, gəlməsəm də həmin insanam. Mən digər aparıcılar var, Nainə var, Vüsalə var, Aytəkin var. İndi Aytəkinin də verilişində o şey oldu. Aytəkin də başa düşdü ki, yəni olmamalıydı, bu oldu. O da öz aramızda oldu. Hər şey insan öz arasında olmalıdır. Milyonların qarşısında danışılmamalıdır. Tolik, bugün efirdəsən. Zaur, bugün efirdəsiz. Söz haqqınız ola bilər. Amma bir müğənni kimi, bəli, mən prodüserimdə qadağa qoymağa haqqı var. Nə də qalmaqallı söhbətlərdə sizə mənim adımı çəkməkdə qadağa qoymaqda haqqı var. Hətta mənim haqqım var. Dəfələrlə danışmışıq, demişik, gülmüşük. Müğənniyəm, sənətimlə, işimlə, gücümlə, aldığımla, giyindiyimlə olur. Amma inanın ki, insanlar da bezir bundan. İnsanlar artıq bezib. Mən bu videonu çəkməyimin səbəbi bir şeydir. Tolikdən qorxursan? Yox. Niyə qorxmalıyam ki? Niyə qorxum da? Tolika lazım olanda sözümüzü biz bir-birimizə deyirik. Zaur, mən mövzunu sənə hər zaman sənətimlə, lazım olan şeylərlə bağlı vermişəm. Belə deməyin, reyting xatirinə olan şeylərdir. Amma biz də hər şeyi gözəl bilirik. Yenə də dostlarımızsınız, öpürəm sizi.